الحمد لله رب العالمين الحمد لله الذي لم يلد ولم يولد ولم يكن له كفوا أحد والصلاة والسلام على سيدنا محمد وعلى علي أمير المؤمنين وعلى فاطمة سيدة نساء العالمين وعلى الحسن والحسين سيدي شباب أهل الجنة وعلى علي بن الحسين زين العابدين ومحمد بن علي باقر علم النبيين وجعفر بن محمد الصادق وموسى بن جعفر الكاظم وعلي بن موسى الرضا ومحمد بن علي التقي الجواد وعلي بن محمد الهادي النقي وحسن بن علي الزكي العسكري والقائم المنتظر المهدي أجل الله فرجه الشريف. أوصيكم عباد الله ونفسي بتقوى الله. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Bir daha sizi və özüm Allahdan qorxmağa, təqvaya dəvət edirəm. Allah bizi təqvalı möminlərdən, bəndələrdən qərar versin. Bu, keçən həftədə bir neçə önəmli hadisə baş verdi. Birinci, Hacı Talib qardaşımızın həbs müddətinin 4 ay artırılması hamıda narahatlıq doğurdu. Bu bir siyasi sifarişdir. Yəni, hamı üçün bəllidir ki, bu siyasi bir sifarişdir. Biz bunu məhkum eləyirik. Ümidvarıq ki, möminlər öz birliklərini, vəhdətlərini qorumaqla bu problemlərin qarşısını ala bilərlər. Gərək biraz birliyimizi, vəhdətimizi qorumuş olaq, gərək diqqətimizi artıraq. Allah inşallah bütün məhbuslarımızı, xüsusilə acını izzətlə azad eyləsin. Biz bu məsələlərdə olmuşuq, inşallah bu məsələlərdə axıra qədər də qalacaq və qardaşlardan da xahişimiz budur ki, biraz diqqətli olsunlar və birliklərini, vəhdətlərini qorusunlar. Bu, birinci əhəmiyyətli məsələ. İkinci məsələ, qardaşlarımızdan bir neçəsi dünən azad oldu. Bir neçə nəfər də ondan öncə azad olmuşdular. Onların ailələrinə biz göz aydınlığı veririk. Allah inşallah bütün qardaşlarımızı, icab məhbuslarını, qeyri-icab məhbuslarını, günahsız həbsə düşən vətəndaşlarımızı, günahsız həbsə düşən dünyada günahsız həbsə düşən müsəlmanları, qeyri-müsəlmanların azadlığını Allahdan istəyirik. Allah inşallah onları sağ-salamat ailələrinə qaytarsın. Bu məsələ ilə bağlı da möminlərə, müsəlmanlara, Azərbaycan xalqına təbrik eləyirik. Bu həbslər bizim üçün böyük bir səddi, böyük bir bəndi yardı. Bu çox mühüm bir məsələ idi. Siz biraz dərindən baxsanız görərsiniz ki, Azərbaycanda ya qeyri-Azərbaycanda müxalifəti, hakimiyyətə qarşı olan müxalif fikirli insanlardan qaldırmaq üçün ən onların güclü rıçaqı həbsdir. Həbsə atandan sonra da dünyasını itirmək təhlükəsi ilə üzləşən dünya əhli qorxur, çəkinir. Amma İslamda bu tam əks nəticə verir. Biz Əhl-i Beyti sevirik, Allahı sevirik, amma bu sevgi o zaman möhkəmlənir, o zaman daha da dərinləşir ki, biz çətinlikdə dururuq, çətinliyə düşürük. Çünki biz nə qədər indi Allahdan danışdıq, Allahı sevsək, çünki hələlik ətrafımızda adamlar var, ailəmizə bağlıyıq, uşağımıza bağlıyıq, qohuma bağlıyıq, amma tək qalanda Allah sevgisi onda yaranır, onda yaşanır, onda möhkəmlənir. Onda Əhl-i Beytə olan bağlılıq daha da təzahür eləyir. Ona görə İslam dünyasında həbslər tam əks nəticə verir, xüsusilə Azərbaycanda. Bəziləri elə düşünürdülər ki, dindarları həbs etməklə, ruhaniləri təhdid etməklə bu manəni aradan qaldırmış olarlar. Amma əksinə bu nəticə verdi. Biz bunu bilirdik, əksinə də nəticə verəcək. Çünki İslamla başqalarını müqayisə etmək, başqa məktəbləri İslamla tay tutmaq, bu özü savadsızlıqdan irəli gəlir. İslam ayrı şeydir. Xüsusilə Əhl-i Beyt məktəbinin davamçıları ayrı şeydir. Onu Allaha görə sən incitsin, Qurana görə incitsin, onda iman daha da güclənəcəkdir. Həm Allah öz bərəkətini ona nazil eləyəcək, çünki sən onu Allaha görə incidirsən. Quranda ayələr var. Və mə tənqimu minnə illə ən əmənnə bi ayəti Rabbina. Çünki biz Allahın ayələrinə iman gətirmiş edir, bizdən qisas alırlar.
Allah Quranda bir neçə yerdə bunu möminlərin dilindən deyir. Sən çünki onu Allaha görə incidirsən, məscidə görə incidirsən, icaba görə incidirsən, Allah öz rəhmətini, bərəkətini onun qəlbinə nazil eləyəcəkdir. Onun özünə, ailəsinə nazil eləyəcəkdir. Bu birinci məsələ. İkinci məsələ, o cəmiyyətdə bir nəfər kimi tanınırdısa, onu cəmiyyətdə sən ağsaqqal eləyəcəksən. Onu cəmiyyətdə sən nüfuz sahibi edəcəksən. Bu nüfuz da süni olmayacaqdır, həqiqi olacaqdır. O cəmaatın gözünə girmişdirsə, sən onu cəmiyyətin qəlbinə salacaqsan. 5 göz, 10 göz, 20 göz onu görürdüsə, onu bundan sonra minlərlə qəlblər sevə bilər. Bu ikinci nəticədir. Sənin üçün çox ağrı və ağır nəticələr gətirib çıxardacaqdır. Üçüncü məsələ budur ki, cəmiyyətdə İslam qurban vermədən yaşaya bilməz. Biz qurban verməklə nümunəyə çevrilirik. Yəni o bir nəfər idisə 100 nəfər oldu. Artıq cəmiyyətdə bu ruhiyyə yaranacaq ki, bəli, 100 nəfər olmaq lazımdır. 200 nəfər olmaq lazımdır. Allah Quran-ı Kərimdə deyir ki, İbrahim bir ümmət idi, bir xalq idi, bir nəfər idi. Onda bir xalq gücü var idi. Cəmiyyət görəndə ki, bu həbsə gedəndə bir nəfər idi. İndi bu 100 nəfər olub, bu 200 nəfər olub, bəli, onda da artıq o stimul yaranacaqdır. O da artıq həbsə gedəndə rahat gedəcəkdir. Heç bir çətinlik çəkmədən, heç bir narahat olmadan. Üçüncü faydası budur ki, cəmiyyətdə stimul yaradar. Çünki sən həbsxananı qəbirstanlıq göstərirdin, bu getdi oranı Gülüstan elədi, Bağbostan elədi. Qıraqdan baxanlar, bu prosesləri izləyənlər daha da şövqlənəcək və o səmtə getməyə heç çəkinməyəcək ki, heç ora getməyə can datacaq. Və bu prosesi gördülər, ona görə də məcbur idilər bu prosesi saxlasınlar. Amma səhvləri eləyiblər. Bunun bizim üçün müsbət olan, bəziləri üçün mənfi olan nəticələr davam eləyəcəkdir. Allah Teala inşallah öz bərəkətini, rəhmətini bizə davam etmiş olsun inşallah. Bu ikinci əhəmiyyətli məsələdir. Üçüncü məsələ bu idi ki, alimlər yığışıb vəhdət göstərdilər, şəhidlərlə bağlı bir bəyanat qəbul elədilər. Əlbəttə, siz də oxudunuz internet səhifələrindən. Bu böyük bir addım idi. Qardaşlarımız, ağsaqqallarımız, böyüklərimiz başda olmaqla yığışdılar. Şəhidlərə dəstək olaraq, şəhidlərin ailəsinə baş sağlığı olaraq, əskərlərimizə, xalqımıza dəstək olaraq bəyanat qəbul elədilər. Allah Teala inşallah hamılarını hifz eləsin, Allah onların birliyinə, vəhdətinə, bərəkətini nazil eləsin. Bu ikinci, üçüncü əhəmiyyətli bir mövzudur. Dördüncü məsələ budur ki, mən bunu geniş danışmalıyam, amma bu həftə bu barədə biraz qısa danışmalıyam, vaxtımız azdır. Dünyada xəstəlik yayılıb, Ebola xəstəliyi adında. Bu nə qədər düzdür, yalandır, bu barədə danışmaq istəmirəm. Ola bilsin, həqiqət ola. Amma bir neçə ildir, xüsusilə 4-5 ildir ki, dünyada həc mövsümünə yaxın bir zamanda bu xəstəliklər ortaya çıxır. Bir neçə ildir mən xüsusi izləyirəm. Necə həc mövsümü yaxınlaşır, dünyada təəssüflər olsun, Ümumi Dünya Səhiyyə Təşkilatı bu xəstəliklərdən danışmağa başlayır. İclaslar təşkil edirlər, toplantılar keçirirlər ki, belə bir xəstəliklər vardır. Liberiyada, Afrikanın qərbində, cənub-qərbində yerləşən bir kiçik bir dövlətdir. Orada bu xəstəlik tapılıb və güya başqa ölkələrə də bu sirayət etməkdədir. Mən bunun siyasi tərəfini biraz açıqlamaq istəyirəm. Əvvəla qeyd etdim, bunun olub-olmamasında işim yoxdur. Ola bilsin, bilə-bilə bunu yayırlar. Amma məqsəd vardır burada. Birinci məqsəd budur ki, pul qazanırlar. Dünyada bugün təəssüflər olsun, insan alverindən pul qazanırlar, narkotiklə pul qazanırlar, müharibələr salmaqla pullar qazanırlar. Bugün günümüzdə gəlir mənbəyi, əsas gəlir mənbəyi bu üç şeydəndir. İnsan alverindən, narkotikdən, bir də silah alverindən.
Bu alverlərə gedənlər təbii olaraq bu alverləri də əldən vermək istəmirlər. Bunlar bu xəstəlikləri yayırlar. Sonra da bir neçə nəfər dünyasını dəyişəndən sonra bütün dünyaya vəlvələ düşür, ölkələrə vəlvələ düşür. Xəstəliyin dərmanı yoxdur. Bir müddət belə yaşanır. Təqribən fevral ayındandır bu söhbət gedir, bu xəstəlik vardır Liberiyada. İndi başlayıblar, bəli, dərmanını tapdıq. Dərmanını tapdıq, dünyaya satırlar, öz pullarını qazanırlar. Bu birinci hədəfdir, ticarət məqsəd. İkinci budur ki, həcc mövsümündə ona görə eləyirlər ki, birinci mərhələdə həccə gedənlərin sayını azaltsınlar. Təbii olaraq təsir eləyir. Dünyada ziyarətə getmək istəyənlərin sayına təsir eləyir bu. İkinci məqsəd budur ki, onlar ki gedirlər, həmişə xof içində olsunlar. Qorxu içində olsunlar. Vay, birdən biz xəstələnərik, bu xəstəliyə yoluxarıq. Üçüncü məqsəd budur ki, onlar həcdən qaydanda təbii olaraq biz onları ziyarət edirik. Onlar orada qardaşlarla görüşürlər. Onlar da orada tərəddüddə olsunlar, xofda olsunlar. Biz də onlarla görüşəndə, onların evinə gedəndə, onları qarşılayanda elə narahat olaq ki, birdən bunda xəstəlik olaraq. Biz buna bir təbərrük kimi baxırdıq. Bu həccə gedib gəlirdi, biz bununla görüşürdük. Buna bir təbərrük kimi baxırdıq. Amma indi təəssüflər olsun, necə fikirlər dəyişirlər. Sən ona bir xəstəlik mənbəyi kimi baxırsan. Birdən mənə bir xəstəlik keçər. Bu siyasi məqsəd üçündür. Xüsusilə həcc mövsümündə, həcc ərəfəsində bu kütləvi şəkildə təbliğ olunur, yayılır. Bunun məqsədi vardır. Siz bundan sonra da görəcəksiniz. Bir neçə il bundan öncə bir araşdırın, görərsiniz ki, həcc mövsümünə yaxınlaşdıqca, keçmişdə də belə idi, bir neçə il geriyə qayıtsıq, indi də elədir. Gələcəkdə də elə olacaqdır. Məqsəd də budur ki, qeyd etdiyim bu dırnaqarası faydaları əldə etsinlər. Həm ticarət edirlər, həm də müsəlman dünyasındakı həccə olan diqqəti azaltmağa çalışırlar. Ora gedənlərin sayı azalsın, ora gedənlər xof içində olsun, gələnlər də buradakı cəmiyyətdə bir xof yaratsın, onun evinə getməsinlər, onunla görüşməsinlər. Bu, ən yaxşı üsuldur. Onlar üçün həccin qarşısını alsınlar. Təbii olaraq bilirsiniz ki, bununla yanaşı başqa zərbələr də həccə zərbələr endirmək istəyiblər, endirirlər də. Allah inşallah onların məkirli planlarını öz başlarında çatlatsın. Pərverdigar, aqibətimizi xeyr eylə yine. İslam düşmənlərini məhv nabud eylə yine. Pərverdigar, müsəlmanların birliyini, vəhdətini bərpa eylə yine. Həbsdə olan qardaşlarımızı izzətlə azad eylə yine. Xəstələrimizə şəfa inayət eylə yine. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahu samad. Ləm yəlid və ləm yulad və ləm yekun ləhu kufuvan əhəd.